Salam, hər birinizi xoş gördük. Bugünkü mövzumuz öyrənmənin tipləri haqqındadır. Öyrənmə insan həyatının təməl daşlarından biridir və fərdin inkişafında, cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Pedaqoji psixologiya çərçivəsində öyrənmə təkcə biliklərin əldə edilməsi deyil, həm də bacarıq və vərdişlərin formalaşdırılması prosesi kimi qəbul edilir. Bu mövzumuzda öyrənmənin mahiyyəti, təlimlə əlaqəsi və pedaqoji ədəbiyyatda qəbul olunmuş əsas öyrənmə tipləri haqqında danışırıq. Öyrənmənin tərifi və mahiyyəti haqqında danışsaq, öyrənməni təlim fəaliyyəti kimi müəllim tərəfindən sosial təcrübənin şagirdlərə ötürülməsi prosesi kimi səciyyələndirirlər. Əgər müəllim şagirdləri öyrətməyə çalışırsa, deməli özünün və təlimin başlıca vəzifəsini həyata keçirir. Öyrənmə mütləq şəkildə müəllim və şagirdlərin ünsiyyət fəaliyyətini və müştərək fəaliyyəti özündə əks etdirməlidir. Bəzi psixoloqların fikrincə, təlim və öyrənmə bütöv təlim fəaliyyətinin elementləridir. Öyrənmə təlim fəaliyyətində insanın qazandığı təcrübə amili kimi, təlim fəaliyyətinə münasibətdə nəticə kimi, psixoloji xüsusiyyət və keyfiyyət kimi çıxış edir. Təlim fəaliyyətində öyrənmə motiv kimi, başqa fəaliyyətlərdə isə ikinci dərəcəli məhsul kimi özünü göstərir. Qısaca desək, öyrənmə insan tərəfindən bilik, bacarıq və vərdişlərin qazanılma prosesi və nəticəsidir. Bu proses şuurlu və ya şuursuz şəkildə baş verə bilər və fərdin ətraf mühitə uyğunlaşmasında ən kritik əhəmiyyətə malikdir. Öyrənmənin əsas tiplərindən danışsaq, ədəbiyyatımızda bir neçə əsas öyrənmə növü ayırd edilir. Bu tiplər öyrənmə prosesinin müxtəlif mexanizmlərini və formalarını özündə əks etdirir. Öyrənmənin əsas 5 tipi var. Birinci, imprinting mexanizmi əsasında, ikinci, şərti reflektor öyrənmə, üçüncü, operant öyrənmə, dördüncü, vikar öyrənmə, beşinci isə verbal öyrənmədir. İmprinting öyrənmə nədir? Yəni, mexanizmi hansı formadadır? Bir qədər bununla davam edək. İmprinting və ya mühürlənmə öyrənmə də deyə bilərik biz buna. Orqanizmin anadan gəlmə mexanizmlər əsasında xarici həyat şəraitinə tez və avtomatik uyğunlaşmanı təmin edən bir öyrənmə növüdür. Bu xüsusilə həyatın erkən mərhələlərində müəyyən stimullara qarşı qalıcı reaksiyaların formalaşması ilə xarakterizə olunur. Mərkəzi sinir sisteminə malik heyvanlarda və insanlarda bu davranış tipi müşahidə olunur. Məsələn, yeni doğulmuş quşların ilk gördükləri hərəkət edən obyektə bağlanması imprintingə klassik bir nümunədir. Sonra şərti reflektor öyrənmə. Şərti reflektor öyrənmə müəyyən stimullar arasında əlaqə yaradılması yolu ilə baş verir. Bu, Pavlovun klassik şərtlənmə nəzəriyyəsi ilə yaxından əlaqəlidir. Məsələn, bir neçə səsi əlaqələndirən söz, əldə tutulan hər hansısa predmetlə və görmə sahəsi ilə assosiasiya olunduqda, axtarışda olan predmetin və ya hərəkətin insan şuurunda tam obrazını yarada bilər. Praktik nümunə olaraq deyə bilərik ki, işığa uyğunlaşma vasitəsilə yeməyin verilməsi nəticəsində heyvanın işığı yeməklə əlaqələndirib, ona reaksiya verməsini göstərmək olar. İnsanlarda bu tip öyrənmə, məsələn, müəyyən bir qorxunun keçmiş təcrübələrlə əlaqələndirərək emosional reaksiyalar yaratması şəklində özünü göstərir. Üçüncü öyrənmə dedik, operant öyrənmədir. Operant öyrənmə, bilik, bacarıq və vərdişlərin sınaq və səhvlər metodu vasitəsilə qazanılmasıdır. Bu öyrənmə növündə fərdin davranışı, onun nəticələri mükafat və ya cəza tərəfindən formalaşdırır. Skinnerin operant öyrənmə nəzəriyyəsi bu sahədə əsasdır. İmprinting və şərti reflektor öyrənmə kimi operant öyrənmə də heyvanlarda olduğu kimi insanlarda da mövcuddur. Məsələn, uşağın bir hərəkət etdikdə mükafatlandırılması həmin hərəkətin təkrarlanma ehtimalını artırır. Əksinə, cəzalandırma isə həmin hərəkətin azalmasına səbəb ola bilər. Bu da operant öyrənməyə bir nümunədir.
Növbəti öyrənmə tipimiz vikar öyrənmədir. Yoldaşlar, vikar öyrənmə və ya müşahidə yolu ilə öyrənmə də deyilir buna. Vikar öyrənmə zamanı başqalarının davranışını müşahidə yolu ilə dərhal mənimsənilməsidir. Albert Banduranın sosial öyrənmə nəzəriyyəsi bu öyrənmə növünü çox gözəl izah edir. Belə öyrənmə yüksək inkişaf etmiş heyvanlarda, o cümlədən meymunlarda daha çox müşahidə olunur. İnsanlarda isə bu, sosial mühitlə davranış normalarını, bacarıqlarını və münasibətlərini öyrənməyin əsas yollarından biridir. Məsələn, uşaqların valideynlərinin və ya müəllimlərinin davranışlarını təqlid edərək öyrənməsi vikar öyrənməyə bir nümunədir. Sonuncu öyrənmə tipimiz verbal öyrənmədir. Verbal öyrənmə insanın nitq işarələr sistemi vasitəsilə yeni təcrübənin qazanmasıdır. Bu öyrənmə növü dilin və simvolların istifadəsi ilə birlikdə əldə etdiyimiz biliklərə əsaslanır. Mühazirələr, kitablar, müzakirələr və ya digər şifahi yazılı kommunikasiya formaları verbal öyrənmənin əsas vasitələridir. İnsan cəmiyyətində biliklərin nəsildən nəslə ötürülməsi və mürəkkəb ideyaların öyrənilməsi əsasən verbal öyrənmə vasitəsilə həyata keçirilir. Yoldaşlar, təlim öyrənmədən nə ilə fərqlənir? Yəni, təlim və öyrənmə arasındakı fərq nələrdir? Təlim öyrənmədən özünün məqsədyönlü və planlı xarakter daşıması ilə fərqlənir. Təlim şuurlu idarə olunur. Müəyyən məqsədlərə çatmaq üçün sistemli şəkildə təşkil olunur. Öyrənmə isə təbii olaraq heç bir məqsəd qoyulmadan da baş verə bilər. Yəni, öyrənmə daha geniş bir anlayışdır. Təlim öyrənməni stimullaşdıran və istiqamətləndirən bir fəaliyyətdir. Öyrənmə pedaqoji psixologiyanın mərkəzi mövzularından biridir və müxtəlif tipləri ilə fərdin inkişafını və həmçinin ətraf mühitə uyğunlaşmasını təmin edir. İmprintinq öyrənmə, şərt reflektor öyrənmə, operant öyrənmə, vikar öyrənmə yaxud verbal öyrənmə tipləri öyrənmə prosesinin zənginliyini və mürəkkəbliyini göstərir. Bu tipləri anlamaq təlim prosesini daha effektli qurmağa kömək edir, həm də fərdlərin öyrənmə ehtiyaclarını daha yaxşı qarşılamağımız üçün vacibdir. Müəllimlər və təhsil mütəxəssisləri bu öyrənmə tiplərini nəzərə alaraq şagirdlərin potensialını maksimum dərəcədə reallaşdırılmasına kömək edə bilərlər. Diqqətiniz üçün təşəkkür edirəm.